Salam qızlar. Çox özəl bir yerə getdiyim üçün gəlin makyajımızı birlikdə eləyək. Nemləndirici olaraq Krimkonun həm göz ətrafı, həm də öz üçün nemləndiricisini istifadə etdim. Tonal kremdən əvvəl vitamin C serumu 1-2 damcı kifayətdir. Bugün tonal krem olaraq Estee Lauder'dan istifadə edəcəm. Yeni bronzerim bu, Shiglam'ın bronzerini çox bəyənərək işlədirəm. Nömrəsi budur. Rəng tonu mənim üçün idealdır. Və üzərindən bu bronzer ilə keçirəm. Qapadıcı olaraq L'Oreal Infallible 322 nömrəsi. Belə bir rəngi var qızlar. Çox bəyənirəm bunu da. Gün qaş sabitləyici olaraq bunu istifadə edəcəm. Maybelline Superlock qədər uzun qalıcılığı olmasa da yaxşıdır. Qaş sabitləyicisi istifadə edərkən bu fırçalar tez-tez lazım olur. Bunu da Tem'dən əldə etmişdim. Olivia'dan aldığım bu tuş mənim kipriklərimi çox gözəl uzadır. Linerdən istifadə etməyəcəm. Ancaq tuş ilə kipriklərimi uzadacağım. Aplikatoru da belədir qızlar. Tuşu da çəkəndən sonra göz altımı sabitləyəcəm. Daha sonradan yadıma düşdü çünki. Və Tem'dən aldığım bu qələmlə dodaqlarımı çərçivələyirəm. Rəng tonu isə budur. Kiko'nun 17 nömrəsi ilə dodaqlarıma biraz rəng verirəm. Bugün sabitləyicidən istifadə etməyəcəm. Və makyajımı bitirdim qızlar. Artıq hazıram. Az qala parfümü unudurdum. Və gəldim çatdım həmin o özəl yerə. İndi isə başlayacağam qablarımı yumağa. İndi bir çoxlarına bəlkə də qəlbə gələcək mənim bu hərəkətim. Evdə makyaj etməyi, baxımlı görünməyi. Niyə xanımlarımız sırf toya gedəndə salona gedib baxım etdirir, daha gözəl olmağa çalışırlar? Niyə evdə uzanıb telefona baxmaqdansa özlərinə zaman ayırmağı seçmirlər? Ən gözəl geyimlərini saxlayıb qonaq gedəndə geyinirlər. Sizcə biz hər zaman baxımlı olmağa və gözəl görünməyə layiq deyilik? Siz anketdə tərəfinizi seçin, yorumlarda da yazmağı unutmayın. Bir də qızlar unutmadan soruşun. Yeni vlog var kanalımda, niyə izləmirsiniz axı? Keçib izləyin. Əgər videomu bəyəndisə abunə olmağı da unutmayın. Hər zaman gözəl və baxımlı qalmağınız diləyilə. Hələlik.